bölgelərində təyyarə reysi açılsa, heç də təəccüblü olmayacaq. Çünki vətənimizin hər bir bölgəsi gözəlliyi, təbiəti, havası ilə mühüm turizm mərkəzinə çevrilməkdədir. Belə məkanlarımızdan biri Qəbəliyə isə artıq təyyarə uçuş mümkünləşib. Azərbaycan Hava Yolları iyunun 1-dən Qəbəliyə birbaşa uçuş reyslərinə başlayıb. Bugündən etibarən Azərbaycan Daxili Hava Yolları yeni Bakı-Qəbələ uçuş xəttinin istifadəsinə start verdi. Belə ki, həftənin 5-ci və bazar günləri Azərbaycan Daxili Hava Yolları öz sərnişinlərini tam rahatlıqla mənzil başına çatdıracaq. Bakı-Qəbələ reysi Azərbaycanda turizmin inkişafına dəstək və bu gözəl məkana üst tutanların artıq vaxt itkisinin qarşısını almaq məqsədi daşıyır. ATR 72 tipli avialaynerlə yerinə yetirilən Bakı-Qəbələ avia reysinə biletin qiyməti 48 manatdır. Saatlarla əziyyət çəkirdi, adamlar gedirdi, gəlirdi, indi beynəlxalq statuslu aeroport tikilir, bütün beynəlxalq standartlara cavab verən təyyarə ilə uçuruq. Az qısa bir zaman kəsiyində çatır ora. Azərbaycanlı kimi fəxr edirəm, yenə fəxr edirəm ki, mənim ölkəm belə inkişaf edir. Çox rahatdır, müddətinə görə, komfortuna görə. Yəni, mən Avropa ölkələrinin çox yerində olmuşam, heç də onlarda geri qalmayan bir uçuşdur. Uçuş vaxtımız 45 dəqiqə çəkdi. Gördüyünüz kimi tam təhlükəsiz şəraitdə indik. Qəbələ torpağına qədəm qoyan təyyarənin sərnişinləri toy bayramla qarşılandı. Rayon rəhbər şəxslərindən sakinlərinə dək hər kəs Bakıdan gələn qonaqların pişvazına çıxmışdı. Bu reysin məhz bugün açılmasının başqa bir səbəbi də vardır ki, sabahları, yəni iyun ayının 2-si beynəlxalq Azərbaycanda aviasiya günüdür və bu bütün aviatorlar üçün, bütün aviasiyada çalışanlar üçün böyük bir hədiyyədir. Buna görə də mən ilk növbədə Qəbələ cəmaatını, bütün aviasiyada işləyən hər bir kəsi ürəkdən təbrik edirəm və onlara öz işlərində qüsursuz işləməyi və daima öz işlərinin üzərində olmasını arzulayıram. Azərbaycan Daxili Hava Yollarında Bakı-Qəbələ reysinin açılması paytaxta gələndə avtobuslarda saatlarla vaxt bitirən rayon əhalisini də çox sevindirdi. Bugün bizim kendimizin cemaatın sevinci daha çok büyük. Hiçbir zaman hayalimize gelmezdi ki kendimize böyle bir güzel aeroport tikiler ve istifadeye verirler. Daxili təyyarə reyslərində Qəbələ son ünvan deyil. Azal ölkəmizin digər rayonlarında da təyyarə uçuşlarını reallaşdıracaq. Elvin Qəmbərov, Ruslan Cəfərov, Space.